məsələsi bu savaşın mərkəzində duran əsas məsələdir. Bunu unutmayaq. Bir daha bunu deyək, nüvə silahına sahib olan bir rejim, ki Molla rejimi deyirdik, artıq dəyişib, bu Sepah rejimi deyə bilərik, bu dünyanın başına bəla ola bilərdi. Və zaten bəladır. Bugün belə bəladır. Hörmüz boğazını kəsməyindən bəladır. Digər o dövlətləri bombalamağınla bəladır. Baxın, Emil bəy, mən illərlə bu məsələni sosial medyada proqramlarımda demişəm. Bu nükleer məsələsi, yəni nüvə silahı məsələsi. Demişdim ki, ya İranın başına bəla olacaq, ya da bu rejimi xilas edici, bu çevrə mi deyirik biz ona, xilas edici bir amil olacaq. Və zaten bu son neçə ildir, illərlə, 10 illərlə bu danışıqları uzatmaq, ləngitmək yolunla nüvə silahına sahib olmaq stratejisi vardı bunların əlində və Amerikada, bu İsrail'də daim bunun üstüne gedirdi. Xüsusən də bu Trump birinci dönemdeki o əldə olunan o razılaşmadan çıxdı və s. Neyse bunun üstüne geldik. Detallara getməyək. Bugün nədir? Dedik ki bir ay keçib və yekunlar. Nüvə silahı araştırma mərkəzlərinin demək olar ki hamısı vurulub. Məlum olan, Amerikaya və İsrail'e məlum olan hamısı vurulub. Amma hazır 60% zənginləşmiş uranyum məsələsi həll olunur. İndi o gündəmdədir. Hətta deyirlər ki, ola bilsin ki, desant əməliyyatından bu problem həll olunsun. Yəni, o zənginləşmiş 440'da deyən var, 60'da deyən var, kilo o zənginləşmiş uran çıxarılsın və ölkədən götürüb çıxarsınlar yəni. Birinci məsələ buydu və bugünkü durum budur. Və bu proqramı yenidən işə salmaq üçün ən azından İrana bir 5-10 il vaxt lazım olacaq. Asant deyil. Eyni zamanda tək o mərkəzləri vurmaq deyil, o insanlar da aradan qaldı. Neyse, asan iş deyil. İkinci, füzə məşqçisi. Füzə dediyim raket. Qanatlı raketlər, kontinental raketlər məsələsidir və İran hərbi gücü məhz ona əsaslanır. Onu da xeyli dərəcədə sıradan çıxardıblar. Bu arada onu deyim, bir. Yəni, İran rejiminin nüvə potensialının itirilməsi bizim xeyrimizədir mi, ziyanımızadır? Qoy bunu hər bir insan, düşünən insan deyəcək ki, əlbəttə xeyrimizə. Çünki bizi 10 illərlə şantaj edirdi, təhdid edirdi və indi o proqram deməli məhv edilib də deyə bilərik, ya da çox böyük bir zərbə alıb, deyək ki, yumuşaq şəkildə. İkinci, füzə raket məsələsi. Uzaq vuran raket, yaxından vuran raket məsələsi. Dəfələrlə biz görmüşdük. Milli maraqlarımızdan yanaşanda bu raket potensialının zəiflədilməsi də bizim milli maraqlarımıza uyğundur. Niyə uyğundur? O animasiyalar bizim izləyicilərin yadındadır. Bakıya yönələn, Azərbaycana yönələn o raketlər filanlar, bizi təhdidlər. Sonra 2001 idi mi, ya 2020 idi mi o Xəzərdə Azərbaycanın üzərinə gəlmələr və Türkiyə uçaqlarının deməli nümayişləri məsələsi.